Salam uşaqlar, DİM 20 variantlı test kitabından sizlər üçün bir müddəa fakt sualının izahına baxaq. Burada çətinliklər çəkirlər bəzən uşaqlar. Deməli, biz öncə bu müddəa fakt sualında baxmalıyıq ki, bizim bu verilən faktımız neçənci abzasdandır? Baxırıq ki, Fikrət Əmirov simfonik muğam yazarkən Seyid Şuşinskidən dəstək alıb. Həmin o hissə, deməli, bu abzasda verilibdir. Bax, bu işarələdiyim abzasda verilibdir. Deməli, biz bura müddəa yazmaq üçün öncə müddəanı tapmaq lazımdır, daha sonra faktı tapmaq lazımdır. Biz bura müddəa yazmaq üçün bu verilən abzası yaxşıca bir təhlil etmək lazımdır. Həmin o abzası yaxşıca bir oxumaq lazımdır. Seyid Şuşinski klassik musiqi mədəniyyətinin daşıyıcısı olmaqla yanaşı, yeniliklərin müəllifi olmuşdu. Baxın, burada da bir yenilik gətirmişdi. O mürəkkəb muğam olan Cahargahı xüsusilə böyük məharətlə oxuyardı. Özü də həmişə onu mahiyyədən yox, mənsuriyyədən başlayardı. Bu da muğama döyüş ruhu aşılayardı. Döyüş ruhu bir fərqlilik. Görkəmli bəstəkarımız Fikrət Əmirovun ilk dəfə yaratdığı dünyada şöhrət qazanmış Şur və Kürd oxşarı simfonik muğamlarının yazılmasında da Seyid Şuşinskinin məsləhətçisi kimi böyük rolu olmuşdu. Baxın, burada indi bir yenilik yazıldı fakta. Deməli, biz müddəaya yeniliklə bağlı bir fikir yazmalıyıq. Baxırıq ki, burada bu Fikrət Əmirova deyək ki, olan köməyi, sonra nə bilim, muğama bir fərqli yanaşması, bu fərqliliklərdir. Bir yeniliklərdir. Ona görə biz müddəaya, baxın burada da var, yeniliklə bağlı olan bir fikir yazmalıyıq. Məsələn, nə yaza bilərik? Ənənəvi musiqiyə yeni çalarlar gətirmişdi. Daha sonra fərqli bir şey. Musiqi sahəsində yenilikçi addımlar atmışdı. Sonra fərqli bir müddəada deyim sizə, musiqiyə yenilikləri gətirmişdi və s. bu kimi müddəalar yaza bilərsiniz. Ola bilər ki, siz indi fikrinizi başqa cümlələrlə də ifadə edə bilərsiniz, amma yeniliklə bağlı olmalıdır fikriniz. Sonra indi faktda biz nə yazacağıq? Baxırıq ki, faktda burada da bir yenilik var. Çünki muğama döyüş ruhu aşılayıbdır. Ona görə bunu da yazacağıq. Həmişə muğamı mahiyyədən yox, mənsuriyyədən başlayardı. Bu da muğama döyüş ruhu. Bu da bizim bir fərqliyimiz. Onu da faktda yaza bilərsiniz. Bu hissəni döyüş ruhu aşılayıb.